Ailə, sənə məxsus bir tablo. Rəngləri özün seç. Hər kəs bir unikal notdur mahnıda. Ailə canlı ritmin ortasında. Başlaya bilərik. Salam dəyərli izləyicilər, salam ailə canlılar. Nəhayət ki, Amerikadan dönəndən sonra vətənimə bugün Azərbaycanda ilk qonağımı sizə təqdim edəcəm. Həyəcanlıyam mı? Həyəcanlıyam, sözün düzünü deyim. Çünki öz vətənimdəyəm, öz doğma torpağımdayam və çox gözəl, maraqlı bir qonağı bugün, necə türklər deyərlər, ayarlamışam. Mövzu nə olacaq? Yaradıcı ruh, sözün və dizaynın daxilindəki güc. Bunu mövzu olaraq qoymağımın məqsədi oldu ki, qonağım sırf bu kriteriyalara tam üst-üstə düşən bir qonaqdır. İstəyirəm, heç təqdim eləməyə məncə ehtiyac yoxdur, amma yenə də istəyirəm ki, təqdim eləyim. Söz və dizayn biri görünəni formalaşdırır, biri görünməyəni formalaşdırır və onu ifadə edir. Bu iki vəhdətin arasında bir insanın özünü tapması çox önəmlidir. Aynur xanım Xəlilova bu vəhdəti həyatında tapıb, onu tətbiq eləyir və siz izləyicilərə də, ümumiyyətlə öz xalqına da bunu tam o səmimiyyəti ilə çatdıra bilir. Xoş gəlmişsiniz Aynur xanım. Siz də xoş gəlmişsiniz. Sağ olun, sağ olun, çox sağ olun, təşəkkür edirəm. Aynur xanım, istəyirəm siz də özünüzü bir kəlmə ilə olsa da həm mənim izləyicilərimə, həm də sizi artıq izləyən bütün tamaşaçılara təqdim edəsiniz. Hər kəsi salamlayıram, bizi izləyən hər kəsi, sizin izləyicilərimizi. Mən Aynur Xəlilova, özümü fikirləşirəm ki, daha necə təqdim edə bilərəm. Aynur, sadəcə Aynur, xüsusi bir cümləm, xüsusi bir pafosum yoxdur özümlə bağlı deyə. Aynur. Bəs sizi digər Aynurlardan nə fərqləndirir? Mən digər Aynurlardan heç nə fərqləndirmir. Sadəcə hamı kimi biriyəm. Amma özümlə tanış olmuş biriyəm. Tanış olmaqda da davam edirəm. İndi bilmirəm digər Aynurlar özüylə tanış olub, olmayıb. Amma mən özü ilə tanış olma cəsarətini özündə tapan, bu yolda addımlayan, bəlli bir yol qət edən və hələ də davam edən Aynuram. Sizi həm dizayner olaraq tanıyırlar, bilirəm ki, Azərbaycanda, həm də ki, hər şey şünasın aparıcısı və qurucusu. Bəli. Bu iki anlayış ümumiyyətlə ortaq birləşdirən bir nöqtəsi düşünürəm ki, yaradıcı olmaq qabiliyyətidir. Xüsusən də xanımlarda düşünürəm, bu çox gözəl alınır. Xanımlarımızda olan bu ruhu inkişaf elətdirmək üçün həm yaradıcı ruhu, həm işgüzar ruhu, həm ailəcanlı ruhu formalaşdırıb bir ortaya bir məhsul çıxartmaq üçün nə qədər yol qət eləmək lazımdır sizcə? Nə qədər həyatı yaşamaq lazımdır? Məncə bu xarakterdən asılıdır. Mənim son illər özümə də aydın olan bir şey var. Uşaqlarımla olan təcrübələrim mənə artıq bunu tam aydın göstərir ki, insan xarakteri ilə doğulur. Xarakter sonradan formalaşan bir şey deyil mənə görə, mənim gerçəklərimə görə. Çünki ya bu səndə var, hədəfə fokuslanma, olduğun ən yaxşısı olma, prinsipiallıq ya da yoxdur. Bu sonradan yarana bilərmi? Mənim üçün sualdır. Mən uşaqlıqdan beləyəm. Mən hər zaman birinci olmaq istəmişəm. O vaxt uşaq idi, başa düşmürdüm bu nə idi. Amma indi istəyirəmmi? Elə bir dərdim yoxdur ki, mən birinciyəm, birinci olum, yox. Mən İçimdə razıyamsa öz işimlə, mənim üçün bitir məsələn. Əsas mənim razı qalmağımdır. Mən razı qalıramsa bitir. Kütlə razı qalır, qalmır, linçləyir, linçlənmir, heç bir şəkildə məni maraqlandırmır. Mən rahat artıq o mövzunu bağlayıram, yoluma davam edirəm. Amma ki, bu məncə xarakter məsələsidir. Məsələn, uşaqlarımı analiz edirəm bəzən. İlk başlarda ağrılı qəbul edirdim ki, məsələn, niyə qızım mənim kimi deyil? Mən çox prinsipalam, mənim kimi birinin necə bu qədər sakit qızı ola bilər? Melisa çox sakitdir, təmkinlidir məndən. Və bir müddət sonra başa düşdüm ki, bizim evladımızdır deyə o demək deyil bizim kimi olmalıdırlar və bizim kimi olmamağı onun əksikliyi deyil. Hər kəs individualdır, xarakteri ilə doğulur və onları olduğu kimi qəbul elədir. Sualınızın cavabı, ya birində var bu prinsipallıq, öz işini yaxşı görmək, kiməsə görə yox,
özünə görə yaxşı görmək var ya yox. Bir də çalışqanlıq. Özünün ən yaxşı Disiplin. çalışqanlıq vacibdir. İş həyatında, ailə həyatında. Onun Allah bir şəkildə qarşılığını verir. Əgər siz durmadan öz üzərinizdə çalışırsınızsa. Bəs məsələn elə bir insanlar var ki, elə doğulmayıblar, həyat şəraitləri fərqlidir. Həmin ailədə, elə bir ailədə doğurlar ki, bunu üzə çıxara bilmirlər. Müəyyən bir cəmiyyətə düşürlər, orada üzə çıxara bilmirlər. Onlar bəs hansı çıxış yolunu tapmalılar sizcə? Özləri ilə tanış olmaq. Niyə mən bunu edə bilmirəm? Buna görə başqasını suçluyuramma. Məsələn, doğulduğum Üsyankar ailəni olmamaqdan. suçluyuramma. Yəni üsyankar olmaq heç kimə bir Xeyir gətirməyib. Yəni heç kim üsyankarlıqla yol qət etməyib. Yəni qarşı tərəfi günahlandıraraq, məndə bu yoxdur ona görə ki, mən belə bir ailədə doğulmamışam. Ancaq elə ailədə doğulmayan, amma yetəri qədər o ailədən çıxan, o ailənin ulduzu olan, birincisi olan, o ailəyə istiqamət verən o qədər uğurlu insanlar var ki, tamamilə insan özünə fokuslanmalıdır. Okey, o ailə sənə verilməyib, o mühit sənə verilməyib, amma sənə Allah işləyən bir baş, ruh, daxili dünya verib. Sən nə dərəcədə dönüb ora baxırsan, nə dərəcədə bunu təqib edirsən, bu artıq insanın özündən asılı olan Yəni bunun üçün yaş məhdudiyyəti yoxdur, yoxdur düşünürsünüz? əlbəttə ki. İnsanın məncə böyümə yaşı müxtəlifdir ki, bu da normaldır. Hamı eyni yaşda böyüyəcək deyə bir şey yoxdur. Elə insan var ki, böyüməyini bir itki ilə yaşayır. Elə insan var ki, böyüməyini ana olmaqla, valideyn olmaqla yaşayır. Elə insan var ki, özünü sorğulamaqla yaşayır. Egolarını tapır. Eləsi var, tənhalıqla yaşayır. Eynən, yəni eləsi var özü ilə tanış olur, egolarını tapır, mənfilərini tapır, düzəldir və anlayır ki, onun qaranlıq tərəfində ona neqativ verən nə idi, o şəkildə böyüyür. Yəni bizim böyümə yaşımız da müxtəlifdir. Maraqlı yanaşımdır. Ümumiyyətlə belə bir deyim var ki, insan bir toxuma bənzəyir. Toxuma əgər bənzətsək, belə deyək də, toxum bizim cismimizdir, yəni bədənimiz hal-hazır ki, onu əkdikdən sonra torpağa çıxan meyvə bizim ruhumuzdur və onu fitrətində olan o meyvə artıq öncədən bəlirlənmiş bir, siz dediyiniz kimi, yəni insan zaten belə doğulur. Yəni əgər alma əkirsənsə alma çıxır, çınar ağacı əkirsənsə çınar ağacı. Bəzi bədənlər var ki, toxum səviyyəsində qalırlar və çiçəklənmirlər, artmırlar, böyümürlər. Elə torpağa da qarışıb, sanki gəlməmiş kimi bu dünyadan keçmiş olurlar. İnsanın o şansı onda gətirir ki, həqiqətən də bu həyatda o izi qoya bilsin, nəyəsə çevrilə bilsin, görülə bilsin. Görülmək özü də bir nemətdir, düşünürəm ki. Bəzi insanlar var çınar, amma görünmür. Elə bir yerdədir ki, onu ıssız adada deyirlər. Görünə bilmək də özü bir cəsarətdir. Elə insanlar var ki, açığa çıxma qorxusu var, görünmə qorxusu var. Bəli, eyni razıyam. O da insan öz üzərində işləməlidir ki, mən niyə görünməkdən qorxuram? Niyə seçilməkdən qorxuram? Bu da insan üçün əslində öz-özündə böyük sualdır. Bir sözlə öz zəif tərəflərimizi görmək, onu gücləndirməyə çalışmaq, güclü tərəflərimizlə ortaya, yəni bir şey şünas deyəndə məhz Aynur xanım yada düşür. Yəni hər şey şünas deyirik də, yəni insan bir şeyi, hər şeyi bilə bilərmi? Birinci sualım belə olsun və onun içində ikinci bir yəni bala sual olsun ki, bu sizi yorurmu və sizə hər şeydən sual verəndə və onun qarşılığını Aynur xanım bilər. Prinsipinə yanaşanda bu insanı biraz o çərçivəyə və yaxud da ki, sıxıntıya salırmı? Hər şey şünas yorucu deyil. Mən yorucuyam özümdə. Mən özümə o qədər tənqidi yanaşıram ki, o qədər bir şey üzərində çalışıram ki, siz görsəz mən bir müsahibəyə necə hazırlaşıram və eşidəndə ki, kimsə deyir ki, ona suallar yazıb verirlər. Yəni, nə etmək olar? Hər kəs danışacaq, bir ssenarilər yazılacaq. Buna heç bir şəkildə qarşı qoya bilmərik. Mən yorucuyam. Hər şey şünas yorucu deyil. Hər şey şünas işin əyləncəli tərəfidir, maraqlı tərəfidir. Düşünürəm ki, hər şey şünas olmasaydı, mən bu veriliş gedəndə yəqin Alim Qasımov verilişi paylaşılacaq. Biz Alim Qasımovu çəkdik. Mən əgər hər şey şünas olmasaydı, mən Alim Qasımovla bir saat tete-a-tet necə söhbət eləyə bilərdim? Mən Rahib Azəri ilə necə söhbət eləyə bilərdim tete-a-tet? Mən
və izləyicilər hər şey şunasın kamera önünü görür, amma biz bir də 1 saat sonra bir yerdə vaxt keçirdirik. Kameralar sönəndən sonra və kameralar sönəndən sonra həmin insanlar daha səmimi olurlar, daha içdən oluruq və bir paylaşımlar edirik. Mənim üçün çox dəyərli xatirələr hər şey şunas sayəsində yığdığım və bu yola çıxanda bu qədər peşəkar insanlarla yola çıxmaq yəqin ki, mənim ən böyük şansımdır. Çünki hər şey şunası mənə dostum Promete həvəsləndirib. Yəni o olmasaydı hər şey şunas olmayacaqdı. Çünki mən qorxurdum. Nədən qorxurdum? Deyəcəklər ki, bu qız da hər şeylə məşğul olur, hər şeylə məşğul olur. Bu qorxumu bitirməyimdə kömək oldu və ən böyük şansım oldu ki, Mehdi kimi peşəkar insan, yəni bizim setdə Dilarə xanım A-sından Z-sinə hər şey o qədər planlı, proqramlı və necə deyim, çox sərt formada gedir ki, o disiplin mənə protokollara əsasən. Bəli, o disiplin, Mehdinin o setdəki disiplini mənə çox şey öyrədib hər şey şünasla bağlı. Buna görə ona hər zaman təşəkkür edirəm və ondan çox şey öyrənirəm. O olmasaydı olmazdı. Çətin orada özüməm. Çünki o qədər özümə tənqidi yanaşıram. Məsələn, mən istədiyimi alıramsa qonaqdan, o məni xoşbəxt edir. Kameralar söndü. Uşaqlar baxır ki, üzüm gülür. Hə, demək ki, mən istədiyimi almışam qonaqdan. Amma istədiyimi ala bilməyəndə, qonaq qapananda, elə qonaq var ki, o kamera önünün üçün deyil. Elə qonaq var ki, danışa bilmir. Amma mən onu bilmirəm. Mən ondan ancaq söhbət əsnasında açıla bilmir. O onun prinsipidir. Hamı açılacaq deyə bir şey də yoxdur. Hə, orada biraz çətinlik yaşayıram, amma işin daha çox əyləncəli tərəfi. Həm söhbət olmaq, siz dediyiniz kimi, yəni çox çətindir. Bəzi insanlar ancaq dostları ilə həm söhbət ola bilirlər. Bəziləri ancaq ekran qarşısında daha çox açılırlar, əksinə olur. Bəziləri öz sahələrində, öz işlərində, ailələrində, yəni fərqli olur. Söhbətin açılmağı, o söhbətin axıcı olmağı insan xarakterindən asılıdır. Bir də ki, keçmişdə olan o travmalarından, keçmişdə olan sıxılmalarından, hansısa bir yerdə bəlkə də səsini ucaltmaq istəyib, nəsə demək istəyib, amma o anda susturulmağından düşünürəm ki, yəni o bariyerləri keçmək üçün hal-hazırda olan sosial media vasitəsilə bu podkastların olmağı, söhbətlərin aparılması, eyni zamanda ünsiyyətin daha gözəl, yəni və daha geniş kütləyə çatmağı üçün bu sosial mediaların belə deyək olması çox bir üstünlükdür. Yəni bunu müsbət tərəfdə istifadə eləsək, mənfi tərəfdə istifadə etdikdə isə təəssüf ki, hər kəs danışmağa başlayıb və hər kəs hər şeydən danışmağa başlayır. Sahəsi olan, olmayan, məsələn, mən həkiməm, amma iqtisadiyyatı bir o qədər bilməyə bilərəm. Başlayıram iqtisadiyyat haqqında o qədər müzakirələr aparıram ki, iqtisadiyyat elmi ilə məşğul olan bir insan mənə izlədikdə, yəni həkim də iqtisadiyyatdan danışdırsa da mən nə deyim deyə, yəni qarşı tərəfdən bir belə deyək, reaksiya almış oluruq. Həkimlər də həmçinin bəzən digər sahənin belə deyək də insanları həkimlikdən danışanda, nəsə tibbə aid məsləhətlər verəndə eyni reaksiyanı biz vermiş oluruq ekran arxasında, yəni ki, izlədikdə. Amma düşünürəm ki, hər şey şunasda seçdiyiniz qonaqlar bəzən qıcıqlandırıcı təsir eləsələr də, verdiyiniz mesajlar tam o hədəfə çatan mesajlar olur. Bilirəm ki, sizin qonaqlarınız bir sahəli olmur, müxtəlif sahələrdən olan qonaqlarınız olur. Bizdə də, məndə də apardığım müddətdə, yəni müxtəlif sahələrdən olan qonaqlarla söhbət eləmişəm və söhbətimin ən son yekununda yenə də gəlib ailə mövzusuna toxunmuşam. Çünki adından bəlli olduğum kimi ailə canlıdır bu proyekt. Ailənin önəmini istəyirəm sizlə indi müzakirə edeyim. Düzdür, bir sualdan digər suala keçmiş kimi oldum da. Amma istəyirəm, ailə hamıya aid olduğuna görə, yəni ailə bir spesifik mövzu deyil ki, bu iqtisadiyyatçı olsun, həkim olsun, dizayner olsun və yaxud da ki, sosial media istifadəçisi, jurnalist olsun və s. Ailə ümumi bir mövzudur və ailə haqqında hamı danışa bilər. Hər kəs öz ailəsinə uyğun düzdür danışacaq, amma istəyirəm sizə ailə haqqında belə bir sualla müraciət edeyim ki, ailənin həyatınızda rolu nədən ibarətdir? Ailənin sizin uğurlarınızda rolu nədən ibarətdir? Və ailə deyəndə ümumiyyətlə
neçə nəfəri nəzərdə tutursunuz? Mənim üçün ailə bir doğulduğum ailə və qurduğum ailə. Bu mənim üçün tamamilə ailə anlayışını ifadə edir. Məncə ailə insanın qədərinin, qismətinin yazıldığı yerdir. İnsan ya şanslı doğulur, ya doğulur. Bunu onun ailəsi təyin edir. Mənim üçün qədər qismət yazıldığı ev mənim doğulduğum evdir. Yəni atam, anam. Mənim üçün o qədər həssas mövzudur ki, Dilarə xanım, mən dostlarımı da seçəndə o faktora nəzər alıram. Mənim üçün ailəsi ilə arası yaxşı olmayan, atasına, anasına hörmət etməyən insan dost sayıla bilməz. Mənim üçün bu vacib nüansdır və indi mən də o periodlardan keçmişəm. İnsanlar var ki, ailəni günahlandırırlar nə desəm. Mən filan travmanı aldım, o anam bunu elədi, atam bunu elədi. Dostlar, sağalacağımız yer ailədir. Bəli. Nə qədər ki qınayacağıq, sağalmağımız gec olacaq. İndi sənin atan, nə bilim, ağıllı olub, dəli olub, nə yaşayıb bilmirik. Amma onlar da bir şəkildə bir şey yaşayıb və həyat təcrübəsi qazanıb. Eləcə də anamız, valideyndir. Hər zaman sevməliyik, qorumalıyıq və hörmət etməliyik və sevgi verməliyik. Mənim ailəm də mənim ən böyük şansımdır. Bəzən mənə izləyicilərdən görürəm yazırlar, çünki heç nə etməyən bir insan, risk alıb cəsarət görən bir insanı risklidir deyə etiraf eləyə bilmir. Onun əri yaxşı yerdə işləyir, etiraf edir. Çünki mənim əlim işləmir də orada. Çünki buna sığınmaq daha rahatdır. Öz çatışmamazlığını nənəsi örtbasdır eləməyə çalışır. Buna sığınmaq daha rahatdır. Nəinki etiraf eləmək ki, o qız gecəsini gündüzünə qatıb işləyir, hamıya da qarşı çıxıb. Bəli. O onda yoxdur deyə, orada o deyir ki, onun arxasında əri dayanıb da. Mən amma bütün uğurlarımı, bütün bu həyatdakı baxış bucağımı, hər şeyimi atama, anama borcluyam. Yəni mən atam, düşünürəm ki, məsələn, deyək ki, mən uğurlu bir həyat yoldaşı seçim edilmişəmsə, bu atamın sayəsində. Ki, model ola bilirsin. Bəli, çünki mən kişi modeli olaraq belə bir model görmüşəm. Mənim atam, mən nəslin bir qızıyam. Gözmuncuğu. Hə, və həyatımın bir anında yeniyetməlik dövründə elə var idi ki, elə kimlərsə mənim həyatıma qarışmaq cəsarətini özündə tapırdı. O sevgidən irəli gəlirdi, ailədən söhbət gedir. Yəni ailədəki başqa fərqlər, qohumlar. Mənim atam bir gün çıxdı, dedi ki, heç kim mənim qızımın yubqasının boyuna qarışa bilməz. Mən onun atasıyam. Mən bilirəm nə necədir. Ona görə də mənim atamın qızı heç vaxt qapıdan çıxanda yubqasını qaldırmayıb məktəbdə və yaxud da məktəbdə gəlib başqa ətək geyinməyib. Nəyəmsə o idim. İlk dəfə də oğlanla danışanda gəlib valideynlərimə etiraf eləmişəm ki, mənim sevgilim var. Mən oğlanla danışıram. Bu formada olub bizim ailədə. Tamamilə onlara borçluyam, anama borçluyam. Mənim anam çox güclü qadındır. Mənim anam çox güclü qadındır və mən güclü qadın olmağı da ondan öyrənmişəm. Bizə sevgi verir. Hərçənd onun başına elə işlər gəlib ki, 2 cavan qardaşını itirib. Bəzən özüm anayam. Anamın 30'lu yaşları ilə empatiya qururam ki, 2 qardaşını itirən qadın, ailə pərəm-pərəm. Ortada bir mübarizə aparmağı bacarır amma. Anam sadəcə maska taxıb və ailəni bir yerə yığmağa çalışır. Mənim anamın yerində kim olsaydı, psixoloji problemlər yaşayardı və öz övladına analıq eləyə bilməzdi. Amma mənim anam bizə elə bir ailə verib ki, o kəpslərdə olur ki, mən öpüşən, rəqs edən ananın, atanın evladıyam. Mən eyni oyam. Və bu həyatda ən çox onlara görə şükür edirəm. Çünki onlar mənim beynimdə bir ailə modelini qoyublar. Qadın necə olar, kişi necə olar və mən oradan yola çıxaraq bir bəy seçmişəm həyatıma, yəni qurduğum ailə. Mən 18 yaşında da ağıllı qız idim. Burada heç təvəzzükar ola bilməyəcəm. Yaşıtlarım
oğlan ağlayırdılar, eşq yaşayırdılar. Eşq nədir mənim üçün bu da müzakirədir. Mən amma heç bir zaman o formada yaşamırdım. Çünki məni sevən bir atam var idi və mən heç bir kişiyə məni incitmə şansı Ehtiyacın vermirdim. Yəni mən heç bir kişi incitmə şansını qazana bilmir. Bunu da atama borçluyam. Sonra qurduğum ailə bu da mənim üçün böyümək üçün imkandır. Yəni nə mənada? Yoldaşımı sevirəm, çox sevirəm. Yenə deyirəm, eşq mənim üçün çox müzakirəli və mübahisəli mövzudur. Çünki mənə elə gəlir ki, eşqi bir şəkildə necəsə bizə şairlər, yazıçılar çox romantik göstəriblər, kodlayıblar. Amma məncə eşq elə bir şey deyil. Eşq sanki özündən vaz keçmə kimi göstəriblər, amma məncə eşq elə bir şey deyil. Eşq Nədir? Eşq məncə çox funksiyalıdır. Eşqin içində hər şey var. Eşqin içində hər şey var. Mənim eşq anlayışım romantik deyil. Ölmək, bitmək deyil. Mənim üçün eşq ilk insanın özünə olan eşqidir. Çünki insan nə dərəcədə özünü sağlam və sevgi ilə saxlayarsa, qarşı tərəfə də o qədər sevgi verər. Qarşı tərəflə əlaqəsi də o qədər sevgi dolu olar. Uşaqları ilə də o qədər sevgi dolu Bəs olar. yaradana qarşı olan eşq? Eynidir. Yəni mən yaradana qarşı olan eşqimlə mənə görə ən böyük eşq odur əslində. Və mən onu o qədər içdən hiss edərək yaşayıram ki. Deyirlər, ən böyük ləzzəti yaradanla Eynən. yaşadığın o eşqdən Və mən onu alırsan yaşayıram və onun doğrudan. yaratdıqlarını onun xatirinə Eynən, sevirsən. Sevirəm. Və mən keçən dəfə bizim çəkmişdi Alim Qasımov bir qəzəl oxudu. Mən qəzəlin sözlərini anlamıram. Amma hər dəfə dinləyəndə ağlayıram. Amma mən anlamıram Ruhunuz anlayır. sözlərini. Ruhum anlayır. Ruhunuz Və anlayır. mən sonra tərcüməsinə baxdım həmin qəzəlin ki, yaradana aid bir qəzəl. Yəni orada əslində var olmaqdan danışılır. Demək ki, mənim içimdə o zərrə onu hiss edir ki, mən o emosional halları yaşayıram. Mənim üçün ailə müqəddəs bir yerdir. Var olduğum yerdir. Əvəz olunmazdır. Nə mənada? Yenə deyirəm, mən dostlarımı da belə seçirəm. Mən dostlarımın valideynlərinə də beləyəm. Tək öz valideynlərimə yox, dostlarımın valideynlərinə də beləyəm. Onların valideynlərini onlardan daha əzizləyirəm. Daha ağır əziz edirəm. Ona görə çox vacibdir dostlar. Elə insanlar var ki, ailələri ilə araları yaxşı deyil. Amma bilməlidirlər ki, şəfalandıqları yer o evdir. Ora qayıtmalıdırlar və şəfalanmalıdırlar. Aynur xanımın seçimi yaşıl çay oldu. Bəli. Mənim seçimim kafein oldu. Kafein çox istifadə eləmirəm. Eləmirsən. Oradan hiss elədim. Adətən evə qonaq gələndə ilk təklif olunan bəzi bizim ərazilər, regionlar var ki, ilk çayı təqdim edirlər. Çay qonaqlığı sevmirəm. bitəndən sonra yemək qonaqlığı heç gəlir. sevmirəm. Yeməkdən sonra bir də çay içirlər. Ac olduğum vaxt nəyə ehtiyac var çaya? Onu da əsaslandırırlar. Ki nəsə Deyir, əvvəllər qonaqlar, indi elə deyildi. Əvvəllər qonaqlar birdən-birə gəlirmiş. Yəni xəbər vermədən də qapını döyüb qonağın gələ bilirmiş. Bir camaat nələr çəkir o dövrdə. ev yəsi hazır deyilmiş o qonağın qarşılanmağına. Ona görə birinci çay təqdim edirmişlər. Pijamamla evdə oturmuşam, qonaq gəldi. Çox lazımsız məncə. Amma gör nə qədər səmimi bəlkə də münasibət olub, ya da ki bir-birimizin həyatına çox müdaxiləci dönəmləri olub. Sərhədsiz olub deyə. Sərhədsiz yəni, olub. sərhədimizi bilməmişik, həddimizi bilməmişik. Mən qonaq çox sevirəm. Bütün dostlarım indi baxır, deyir. Mənə hətta bir kişi adı da qoyublar. Yəni yeyib içən kişilərin adını. Ki Mahir yenə bilirsən. Çünki çox sevirəm qonaq. Yeyib içmək sevirəm. Dostlar yığışaq sevirəm. Mən çox sevirəm. O da uşaqlıqdan gələn bir inancdır. Nə bilim, atam da yeyib içən kişidir. Nədir? Mən anama bənzəmədim, atama bənzədim. Anam evdardır. Deyə bilərsiniz ki, atanızın Mən qızısınız. atamın qızıyım, yeyib içən. Amma anam evdardır, belə diş edəndir. Mən olmadım da, getdim atama oxşadım. Bizim analarımız həmişə qonaq gələndə fədakarcasına Mənim anam. onlara üstünlük verən Ömür qadınlar. Boyu, ömür boyu hamı yatıb qalırdı bizdə. Ömür boyu onlara qulluq eləyib. Sevirəm mən. Bu dünyada da qonağıq. Eyni. Müvəqqəti qonağıq. İndi bizi necə qarşılayırlarsa, ilk öncə siz dediyiniz kimi ailəmizə təşəkkür edirik ki,
Bizi gözəl qarşılayıblar. Xəstəxanadan belə səsli, Hə, küylü. inşallah. İndiki bax ümumiyyətlə indiki ginekoloqların yəqin paylaşımlarına baxırsınız, belə o uşaqların xəstəxanadan çıxma mərasimi xüsusilə qeyd olunur. Mən də elə çıxmışam. Siz də elə mən də olmuyor. Mən onu yaşamamışam. İstər Azərbaycanda o qızım dünyaya gələndə yaşatdırmamışam bəlkə də ona görə. Amerikada da olan oğlum dünyaya gəlib Kaliforniyada belə yaşamamışıq. Bəlkə çəkirdək ailə olmuşuq. Bəlkə də orada daha səmimi orada olursunuz daha axı. hə, ümumiyyətlə Aynur xanım nə düşünürəm ki, ailəni möhkəmləndirmək üçün hətta belə bir deyim düstur da hazırlaya bilərəm ki, yeni ailə qurmuş cütlükləri 2 illik ailələrdən uzaqlaşdırmaq, sərbəst olaraq hansısa bir ölkəyə göndərmək, ya orada işləsinlər, ya birlikdə oxusunlar, ya birlikdə nə isə bir şey iş qursunlar, amma birlikdə bir addım ataraq həqiqətən də o ailənin qurulmasında təməlləri güclü qoysunlar və özləri sərbəst şəkildə. Yəni bunu bir düstur kimi inanın bütün ailələrə tətbiq edəsək, çox da gözəl, mümkün olmur da. möhkəm bir ailələr qururlar. Hətta bu yaxınlarda bir söhbətlərimiz oldu. Həkim yoldaşım deyirdi ki, oğlum 23 yaşı var, evlənmək istəyir, amma qorxuram. Niyə qorxuram? Qızın ailəsindən qorxuram. Çox müdaxiləçi olarlar, bizim ailəyə müdaxilə eləyərlər və s. Mən ona əks qoya bilmərəm və aramızda belə deyək də anlaşılmamazlıq olar. Mən dedim, niyə övladınızı göndərmirsiniz həmin o istədiyi xanımla xaricdə oxumağa? Oturdu belə baxdı, düşündü, dedi, çox doğru qərar. Ay Dilarə xanım, doğru qərar deyəndə mən axı kiminsə də uşağını oxutmağa məcbur deyiləm. Yəni oxuyub da öz ayağında duran evlənsin də. Yəni o adam Gecikmir onda bəs. Nə düşünürsünüz? Məncə evliliyin yaşı yoxdur. Nə vaxt ki məsuliyyət götürə bilər, məncə oğlan uşaqları və qız uşaqları ilə yetişməlidir ki, onlara 12 yaşında da özləri olmaq şansı verilməlidir. Mən oğlum 18 yaşında da güvənə bilməliyəm bir kişi kimi, 16 yaşında da bir kişi kimi güvənə bilməliyəm. İndiki, bəli, nəslin 18 yaşı fərqlidir. Bəli. Yəni bir zəhmət məsuliyyəti götürə bilən, xarakterinə güvənə bilən, maddi azadlığı olan insanlar evlənsinlər. Yəni uşaqkən, körpəykən, hələ xasiyyəti formalaşmamış, indi ana da otursun düşünsün ki, 28 yaşında bunun zövqü dəyişəcək, birdən bu qızı istəməz, bu qıza məhkum qalır ömür boyu. O ailəni demirəm ümumiyyətlə. Misalım, ailələr qarışmamalıdır %100, bizə də qarışmayıblar. Qardaşım da evləndi, ona da qarışmırıq. Biz Azərbaycan ümumiyyətlə cəmiyyətini götürsək də, indi biz ailə tək ailələri götürməyək, yəni sizin ailəm, mənim ailəm və yaxud başqasın. Götürək ümumi Azərbaycan cəmiyyətində olan vəziyyəti. Müdaxilə eləməyi sevirikmi? Sevirik. Hətta heç ailəmizin nümayəndəsi olmayan dostlarımızın belə bütün ailə belə deyək də mövzularına müdaxilə edib şəxsi mövzuya belə girərək nəsə məsləhət verməyi özümüzdə belə çünki ona məsləhət verəndə özümüzü daha ağır hiss edirik. Bəli, və nəsə idarə eləmiş olursan, eqon yüksəlir, təmin olunur. Onu eləyirikmi? Eləyirik. Sonra nə misal çəkə bilərəm? Maddi asıllıq varmı birinin digərindən? Var. Cəmiyyət olaraq yəni nəzərdə tuturam. Və bu asıllıqları əslində aradan qaldırmaq üçün o ailənin həqiqətən də kənara çəkilib özünü formalaşdırması mənim düşüncəmdə, bilmirəm siz necə yanaşırsınız, ən doğru qərar məncə o olur. Öz həyatımda bəlkə onu yaşamışam, o praktikanı, ona görə mənə elə doğma gəlir o, ya doğru sayıram. Və yaxud da mən xaricdə olmuşam, Kaliforniyada olan ailələri görmüşəm. Həqiqətən də o ailələrin necə möhkəm olduqlarını görmüşəm həqiqətən də. İstənilən çətinliyin qarşısında birlərini belə deyək, necə deyək, kələfçələnib, yəni bir-birlərini tutmağı bacarırlar, övladlarla olan münasibətlərə qarşı, öz hətta doğmalarına qarşı məsafədən o qədər yaxınlıq edə bilirlər ki, bəlkə də yaxınlıqda olsaydılar Azərbaycanda qıcıq ola bilərdilər, bəlkə də əksi ola bilərdi, qəribçilik, bəli, və o da bir növü ilə həqiqətən də doğmalaşdırır. Ağrılı tərəfi də var, yəni bu qədər romantik deyil, ağrılı tərəfi də var. Ailələr qarışmadığı müddətdə mən inanıram ki, hər bir ailə sağlam, öz qaydalarına uyğun həyatını davam etdirə bilər. Ailələr də niyə qarışır? Çünki qadın vaxtında özü xoşbəxt olmayıb, qadın kimi tam deyil, qadın xoşbəxtliyini yaşamayıb, ərindən o enerjini almayıb, yükləyib oğluna da yüklədiyi üçün bu həyat bu şəkildə davam edir. Bəli, ailələr qarışmamalıdır. Bu bir mənalı olaraq yanlışdır. Sosial mediada image və səmimiyyət
bu ikisinin arasında balansı qorumaq bəzən çətin olur. Bilmirsən çox səmimi olasan ki, izləyici səni olduğun kimi qəbul eləsin, görsün, yoxsa ki image formalaşdırasan ki, dediniz ki, özündən tam olursansa heç fərqi yoxdur, necə istəyirsənsə elə də qəbul etsinlər. Amma bəzən olur ki, cəmiyyətin də insan üzərində baskısı, yəni təzyiqi olur. Siz bunu hiss eləmisinizmi? Yəni öz həyatınızda, xüsusən də sosial mediadan podkastları aparandan sonra ki, dövrünüzdə kənar baxışlardan və yaxud sizə yazılan mesajlardan, kommentariyalardan. Məncə bu asılıdır səmimiyyət anlayışı kimə görə və nəyə görə. Mənim üçün səmimiyyət, sərhədsiz səmimiyyət də qüsurdur. İnsanın özünün sərhəddini bilməməyi də bir qüsurdur. Mənim izləyicimlə aramda səmimiyyət varmı? Var. Dozundadırmı? Çox dozundadırmı? Dozundadır, sərhədlidir. Çünki mən insan olaraq beləyəm. Mən bacarmıram əksini. Yəni əgər səmimiyyət həyat yoldaşımla yataq otağından video paylaşmaqdırsa, mən bu səmimiyyət kimi qəbul etmirəm. Və yaxud da ailənin içindən, çox özəlindən bir görüntü paylaşmaqdırsa, səmimiyyət kimi qəbul etmirəm. Mən nəyi istədim? Necə olsun? Bəlimə yoldaşımı paylaşanda, uşağımı paylaşanda çox baxış yığıram. Çox like alıram. Ciddi şəkildə baxış yığıram. Bizim cəmiyyət kişi sevir. Kişi sevir bizim cəmiyyət. İstəyir ki, görsünlər ki, qadın bax, tamdır. Yəni, ailəsi var, uşağı var, göstərir. Mən bunu istəmədim. Mən bunu çox gec edirəm. Çünki mənim ailəm insanları özümə baxdırmaq üçün bir alət ola bilməz. Mənim üçün ailəm qapalıdır. Çox şeylər edirəm. Çox adamın da xəbəri olmur. Paylaşmıram. Səyahət edirəm, paylaşmıram. Çünki bu səyahət ailə ilə olan səyahətdir. Oradan baxın, başqası eləsin. Mən onu qınamıram. Amma mən bunu özümə edəndə özümə yaxşı gəlmir. Özümü xoş sevmirəm bu şəkildə. Yetəri qədər məlumatlar da insanlar əldə edə bilər nədənsə. Amma mən onu sevmirəm, özümə tətbiq etmirəm. Səmimiyəm, olduğum kimiyəm, zarafatlarım, işim, özümü ifadə formam. Mən dostumla da belə danışıram. Storydə də nəyinsə haqqında məlumat verəndə belə məlumat verirəm. Keçən dəfə bir xanımla görüşmüşük, rəfiqəmin rəfiqəsidir. Oturmuşuq. Birdən dedi ki, çox qəribədir, siz podkastdakı kimi danışırsınız həyatda da. O elə bildi ki, podkast mənim imicimdir. Necə qəribədir, elə bir podkastda oturmuşum. Bu mənim həyat tərzimdir, bu mənim özümü ifadə formamdır. Mən özümü ifadə eləyəndə, günlük danışığımda da normal formada, nitqlə danışıram. Bu mənim üçün olan budur. Yəni image yaratmadan səmimiyyəti üstün tutursunuz. Mən yarada bilmərəm Dilarə xanım. Mən bu qədər hər şeyi nəzarət edə bilmərəm. Hamı məni bəyənsin, qayğısına girə bilmərəm. Hamı məni bəyənsin, mən bugün unpacking eləyə bilmərəm. Mən pullu görsünlər, sevsinlər, eləyə bilmərəm. Mən başqa adama çevrilə bilmərəm. Kiməsə də özümü bəyəndirə bilmərəm. Sevirlər, çox sağ olsunlar. Mən də sevgimi göndərirəm. Sevmirlərsə Allah canlarını sağ eləsin. Sağ olsunlar. Allah onları xoşbəxt eləsin. Heç mənim, yəni heç bir şəkildə maraqlandırmır bu. Mən həyatımı sosial mediaya görə qura bilmərəm. Okey, çörək pulumuz oradan çıxır. Amma həyatımı qurban verəcəm deyə bir şey yoxdur. Xoşbəxtliyimi qurban verəcəm deyə bir şey yoxdur. Uşaqlarım bəzən onları çəkəndə sevmirlər, istəmirlər, çəkmirəm. Çünki onun sərhədini pozaram. O nəslin çox... Bu hətta Aynur xanım, övladlarımızın bizə olan bir mesajıdır əslində. Mən bunu belə qəbul edirəm. Sanki onları çəkəndə yox, çəkilmək istəmirəm, çəkmə, eləmə, yəni İstəmədiyim yerlərə getmirəm. Bu da istismarın bir növüdür, düzdür? Bəli, istismardır. İstəmədiyim yerlərə getmirəm. Orada xoşbəxt olmayacağımsa vaxtımı sərf etmirəm ki, məndən küsəllər, o var, bu var. Sosial mediada əlaqələr var. Hamı ilə aramı yaxşı eləməlisən. Bu kimə görə? Sevilirəmsə sevilirəm. Mənim izləyici kütləmdə yetəri qədər özünü inkişaf elətdirmiş intellektual insanlardır. Hər birinə buradan sevgimi göndərirəm. Biz bizə bəs edirik. Dostlarınızı ailələrinə dediniz görə daha çox seçmisiniz və həyatınızda olan dostlarınızı da bu belə kriteriyalarla qiymətləndirirsiniz. Bəs öz övladlarınızın dostlarını seçə bilirsiniz, yoxsa ki? Seçə bilmirəm, müdaxilə də etmirəm. Onların özünü tanımaq üçün olan bir
xatirələrdir bunlar. Heç bir şəkildə müdaxilə etmirəm, heç birini etməmişəm indiyə qədər. Bəs hansı kriteriya var ki, misal üçün bu limitdir, bu sərhəddir, artıq orada müdaxilə edə bilərəm deyirsiniz? Hələ ki elə yaşdadılar ki, mənim belə bir müdaxiləmə ehtiyac olmayıb, müdaxilə edəcəyimi də düşünmürəm. Amma ki, mən hər zaman podkastlarımda da deyirəm, tərbiyə verilmir, tərbiyə göstərilir. Bəli. Mən öz yaşam tərzimlə, vərdişlərimlə onlara bir örnək oluramsa, nə xoş mənə. Amma heç bir şəkildə müdaxilə etmirəm. Məsələn, qızım sinif yoldaşları ilə çox da yəni arası yaxşı deyil, qızlarla. Ünsiyyətləri çox da deyil. Əvvəl bundan narahat olurdum. Qızımla söhbət edirdim. Sonra dedi ki, onların söhbətləri məndən maraqlı deyil. Mən necə uşağı məcbur eləyim ki, sən get o 5 qızla podruqa ol, rəfiqə ol 5 qızla. Onun daxili dünyasında Muradla, Ömərlə dostluq eləmək daha xoşdur. Bir ki, mənim onlarla söhbətim tutmur. Çünki onlar başqa mövzularla maraqlanırlar, mənim mövzularım başqadır. Əslində şanslıdır ki, yəni onu başa düşür. Bəli, və ifadə edir. Düzdür, yəni fərqindədir bunun. Təsir altına düşmür. Misal üçün sizin düzdür, müdaxilə eləmirsiniz, amma sinifdə ümumi təsir altına düşüb eyb yox da, qoy danışım, qoy ünsiyyətli olum demək. Mən sevindirir. Fərqlərindən biri. Mən də eləyəm, mən də oğlanlarla uşaqlıqdan bəri dostluqlarım çox yaxşı alınır. İndi də bəylərlə mənim çox yaxşı bəy dostlarım var ki, aramız əladır. Bəzən düşünürəm ki, mən oxşuyub da, yəni genetik yəqin ki, keçib. Amma onu bilir, müdaxilə də etmirəm. Başqa xanım, məsəl üçün, kampdan rəfiqələri var. İnci var, Almaz var, onlardan arası əladır. Dostlarının adları. Dostları var, onları sevir. İnci ilə, məsəl üçün, çox yaxşı həmsöhbətdir, yoldaşıdır. Demək ki, mənim qızımın qadınlarla kontakt problemi yoxdur. Müdaxilə etməliyəmi? Yox. Soruşuram, sənə bullying olunurmu sinifdə? Deyir, yox, olunmur. Olunsa belə özüm həll edərəm. Amerikada olan bullyingin səviyyəsi tamam pik həddədir. Yəni orta məktəbdə bu çox pik həddədir. Hətta suisidlərlə, yəni özlərinə qəsdlərlə belə yekun nəticələnir. Orada valideynin müəyyən bir müdaxiləsinə də ancaq məktəbin icazə verəcəyi dərəcədə müdaxilə ola bilirsən. Siz bunu necə kontrol edə bilirsiniz? Yəni məktəblə ünsiyyət qura bilirsinizmi? Övladınızla maraqlana bilirsinizmi? Mənə çox maraqlıdır ki, bullyingdən narahat deyiləm. Ana olaraq onlara o qədər bullying eləmişəm ki, onlar artıq təcrübəli yumora çeviririk. Yəni mənim üçün insanın öz-özünə ələ sala bilən, öz-özünə gülə bilən insan ən yüksək özünə inama sahib olan insandır. Mən də daima özümlə güldüyüm üçün, mən ən çox güldüyüm özüməm. Ən çox ələ saldığım da özüməm. Uşaqlarımı da o qədər şirin bullyinglərdə etmişəm ki, onlar üzü sırtılır. Yəni, onlara bullying təsir eləmir. Daha buna hakimdirlər mövzuya ki, orada bir özünə inam qazanıb hərəsi. Bu məni çox xoşbəxt edir təbii ki. Amma nə var? Məsələn, təsir altına düşürlər. Deyək ki, sinifə təzə oğlan gəlib, oğlumun sinifində. Digər uşaqlarla bu bizdən deyilə girir. Orada nə etməlidir valideynlər? Hərə özününkinə yedirməlidir. Empatiya aşılamalıdırlar. Yəni, mən oturdum, bilsən nə var? Başqası uşağına bunu eləyə bilmərsən. Sənə xoş olar, bax, ehtimal var, səni gələni çıxardaq məsələn. Sənə xoş olar, Ömərə elədiyi, sənə eləsələr növbəti sinifdə. Özünü qoy bir dənə onun yerinə. Yəni də ailə burada yəni mütləq analar əgər maraqlanmırsa ki, bunun uşağı kiminsə uşağının rahatını pozur, əlbəttə burada düzgün olmayan nələrsə var. Hər ana evindəkinə yedirməlidir, empatiya qurmalıdır. Empatiya qurmağın nə olduğunu izah eləməlidir uşağına. Empatiya da nədir? Məsələn, buna necə izah edə bilərlər? Sən dənə özünü hiss elə bunu ki, sən necə olardın? Məsələn, mən uşaqlarıma empatiyanı mərhəmətlə bir yerdə aşılamışam. Uşaq vaxtı heyvanlara yem verməyə çıxırdı küçələrə. Orada onu bilərək edirdim ki, onlarda mərhəmət hissi və empatiya aşılansın heyvana. Çünki yazığı gəlir, susuzdur, acıdır, bu şəkildə formalaşır. Biz də məktəbi belə idarə edirik. Yeniyetməlik çətindir, çox çətindir. Analara dözüm orada həmişə deyirəm düşür. Çünki onlar bizdən çox fərqlidirlər, çox ağıllıdırlar. Amma bəli, bu şəkildə hərə özünkinə yedirəcək.
Amma valideynin də gərək ananın da o necə deyim, şəxsiyyəti o qədər formalaşsın ki, özünü fərqinə varsın ki, yəni onu eləyə bilsin. Çünki anaların o egoları, anaların o necə deyim, belə mənəm deməkləri, yox mənim övladım haqlıdır deməyi, səhvini qəbul etməməyi təəssüf ki, yəni o bariyeri qoyur da. Özəl məktəblərdə daha çoxdur. Çünki özəl məktəblərdə, mən ümumiyyətlə özəl məktəbdə işləyən bütün mütəxəssislərə heyranam ki, bu qədər səbir. Çünki insanlar məktəbə pul verir deyə elə bilir ki, müəllimi də satın alır. Bəli. Danışıq üslubu başqa olur. Mən bəzən utanıram kiminsə yerinə ki, müəllim çox müqəddəsdir. Müəllimlə istəyirsən pul vermirsən, nə verirsən ver. Bəli. Sən müəllimlə hörmətlə danışmalısan. Müəllimdir qarşındakı. Hörmət etməlisən. Mənim uşağım belə elədi. Siz kimsiniz ki, mənim uşağıma bunu? Yox, bu artıq valideynin tərbiyə məsələsidir, üslub məsələsidir. Bu mənim ürəyim ağrıyır özəl məktəblərdə olan vəziyyətlərə. Əlbəttə valideyn ilk özünü inkişaf elətdirməlidir. Bir zəhmət də inkişaf elətdirsinlər. Çünki artıq dövr, tendensiya odur ki, inkişaf etməyən geri qalır. Bəli. Etməlidir özünü ki, uşağı başqalarından seçilməsin, uşağı bir şəkildə o empati, yəni o yaxşılığın bir parçası olsun. Aynur xanım, istəyirəm bu daxili balansınızı qorumaq üçün hansı rutinlərdən istifadə edirsiniz? Nəyi həyatınıza tətbiq edirsiniz? Onlardan biraz danışasınız. Bəlkə də bizi izləyən xanımlar sizin bu məsləhətlərinizdən yararlanarlar. Birincisi, yaxşı qidalanıram. Yəni, məncə insanın ruh halı, əhvalı yeməyindən çox asılıdır. Çünki bağırsağımız ikinci beynimizdir, çox asılıdır. Çox yaxşı qidalanıram. Gündə 2 dəfə yemək yeyirəm. Arada heç nə yemirəm. Buradan necə formda qalırsınız, bunu da cavab olsun. İdmanla məşğul oluram. Bu ona görə yox ki, mənim çox yaxşı bədən quruluşum olsun. Bu ona görə ki, mən sağlam olum. Çünki hərəkət vacibdir. Hələ qadın yaş aldıqca ümumiyyətlə vacibdir. Bunlar balanslı olanda istər-istəməz insanın əhvalına yaxşı təsir edir. Qaldı ruh balansına, mən daima özümdən danışırım. Mən Dilarə xanım, ətrafla əlaqəmi kəsmişəm. Mən ətrafda heç kimi günahlandırmıram. Başıma gələn heç nəyə görə. Bəzən yolda gedəndə mahnını söndürürəm ki, bir dəqiqə özümü işləyəcəm. Çünki mahnı da istər-istəməz təsir edir. Özümlə danışacağım. İnsan o ətrafla o bağı kəsəndə ki, məsəl üçün deyək ki, bir şey yaşanır bizim aramızda, amma mən sizi daima günahlandırıram. Daima sizi bir yarışdır da bu. Görək kim udur, kim udur yarış. Bəli. Belə baxmıram əslində. Tamamilə içimə dönürəm. Deyək ki, mənim həyatımdan bir dost çıxır. Niyə çıxır? Demək ki, artıq mənim üçün xidməti bitib. Bunu ağrılı qəbul edirəmmi? Əsla. Demək ki, biz artıq başqa dalğalardayıq. Mənim dalğam ona görə deyil, onun da dalğası artıq mənə görə deyil. Heç nəyi ağrılı qəbul eləmirəm. Amma insan nəyi ki ağrılı qəbul eləyir, həyat oradan bir şəkildə senari qurur ona. Həyata axar çay kimi baxıram, gəlir və gedir. Heç nəyi tutub saxlamıram. Çünki tutub saxlayanda əllərimiz yorulacaq, ruhumuz yorulacaq və gücümüz tükənəcək. Hər şey olduğumuz kimi. Başıma bir iş gəlir, elə bilirsiniz problemlərim yoxdur, o qədər. Okey, olsun. Baxaq, bu nə öyrədəcək? Dərsinizi alırsınız. Dərsimizi alaq görək, belə bax. Qəbul edib buraxmağı bacarırsınız. Tamamilə qəbul enerjisində oluram, eynən. Mənim sahəmə biraz yönləndirsək, mən proktoloq cərraham. Bilmirəm, bilirsiniz ya yox. Məndə proktologiyada da indi hal-hazırdakı elə əlimdə o tutduğum sloqan, sizin az öncə qeyd etdiyiniz bağırsaqlarımız bizim ikinci beynimizdir. Sloqanını bizim cəmiyyətə, bizim insanlarımıza həqiqətən bunun dərinliyini belə deyək, çatdırmaq, həqiqətən mənə müraciət edən pasientlərə bunu fərqinə vardırmaq. Necə ki, qidanı qəbul edib buraxmağı bacarırıqsa, eləcə də bütün hadisələri həqiqətən bizə Allah yaradan, yəni bunu öz simamızda göstərir ki, qəbul etdiyin bütün o enerjini, qəbul etdiyin qidanı, mənim sənə verdiyim ruzini də paylaşmağı, buraxmağı bacarmalısan, sənə verdiyim enerjini də. Bəzi insanlar var, öyrədici enerjisi var, öyrətməyə bacarmırlar, saxlayırlar özlərində. Bəziləri var, şəfa enerjisi var, şəfanı verməyə bacarmırlar.
o deyirlər vergi verilib, vergini paylaşmırsan. Bəli. Bu da hətta olur və qorxurlar. Bəzi inanclar qorxudur, bəzən insan özünü fiziki olaraq xəstə edir. Yəni əgər onu qəbul etdiyini buraxmağı bacarmırsansa, amma bacardınsa, yəni həyat həqiqətən də öz axını ilə, yaradanın planlaması ilə necə lazımdır, elə də gedir. Deyir, çəkil aradan, axsın yaradan. Mən bu misala bütün dostlarıma deyirəm ki, bir aradan çəkilin, görürsünüz çətinliyiniz var, aradan çəkilin, biraz zamana buraxın. Görəcəksiniz ki, bəlkə də bir günün içində həll oldu. Bəlkə bir anın içində həll olur və təslimiyyət moduna keçmək, orada da yaşamaq o zəiflik deyil, o güclü olmaq deməkdir həqiqətən də. Ailə canlı ilə bağlı istəyirəm sual verim. Ümumiyyətlə ilk eşidəndə ailə canlı adını sizə hansı təəssüratı bağışladı və necə razılaşdınız ki, burada hal-hazırda iştirak eləməyə? Nigarı gördüm. Nigarı çox sevirəm. Çoxdan da tanışıq. Mən də salamlayıram Nigarı. Ailə canlı ailə anlayışı mənim həyatımdakı ən önəmli faktordur deyə elə o ailə canlı adına görə qəbul elədim. Çox bəyəndim verilişinizi. Yəni izlədim belə oradan-buradan, amma çox yaxşıdır. Adı möhtəşəmdir. Hə. Bu var, amma mən bunu buradan qeyd eləmək istəyirəm ki, elə insan var ailə qurmuyub. Bu demək deyil ki, ona tamam insandır. Bizim cəmiyyətin ailə fetişi var. Sanki qadın, çünki mən məsələn bir yerə gedirəm, biləndə ki, mənim ailəliyəm, uşağım var, mən o hörməti görürəm ki, onun səs tonu dəyişdi, onun mənlə danışıq üslubu dəyişdi. Nə qədər yanlışdır, bu nə fetişdir belə cəmiyyətdəki ailə. Ailə, elə insan var ailə qurmaq istəmir, elə insan var özünü ailədə görmür, elə insan var qisməti gətirməyib ailəsi dağılıb. O demək deyil ki, digəri natamamdır, o tamdır. Belə mesaj da vermək istəmirəm. Ana olmaq müqəddəsdir, ana olmaq belə, o qədər romantik hər şey bizi aşılayıb. Yox, hamı ana olacaq deyə bir şey yoxdur. Ana olmayan insan olandan natamam sayılmır və ya az qadın sayılır. Xeyr. Hər kəs birdir, bərabərdir və romantik cümlələrə heç ehtiyac yoxdur. Hə, mən xoşbəxtəmmi? Doğulduğum və qurduğum ailədən xoşbəxtəm. Bu məni maraqlandıran bir şeydir. Mən bu müqəddəsliyi oradan açıqlayıram. Ümumi cəmiyyət olaraq müqəddəs kimi qəbul eləməliyikmi? Yox. Məncə o müqəddəsliyi də fərdi olaraq anlamalıyıq və idrak eləməliyik. Ailə anlayışı hər kəsin fərdi anlayışıdır. Mənim üçün ailə 4 nəfərdən məsələn ibarət olursa, ancaq 4 nəfəri ailəm hesab edirəmsə, müəyyən bir vəzifədə olan bir insan bütün kollektivini, bütün xalqını ailəsi hesab edə bilər, düzdürmü? Yəni ailə anlayışı fərqli bir anlayışdır. Dar anlayışlı ola bilər, geniş anlayış ola bilər. Öz qan qohumluqların olmayan insanlar da sənin bir ailə üzvlərinə çevrilə bilər. Və yaxud da saxladığı heyvan. Bəli, əlbəttə. Ailə üzvü. Və sən tək də ola bilərsən. Tam ola bilərsən. Tamamilə tək ola bilərsən və ailən olmaya da bilər. Amma ailəcanlı düşünürəm ki, tək ailəyə məxsus bir xüsusiyyət deyil də. Bu biraz şirin səslənir və insanın sanki istiqanlı, qana yatan, yəni bunları da özündə ehtiva edir bu kəlmə. Və sizcə, ailə canlı yoxsa canlı ailə? Məncə ikisi də fərqli mənalarda deyil. İkisi də fərqli mənalarda deyə hər ikisi deyərdim. Hər ikisi. Hər ikisi. İnsanda ailə canlı olmayan insanın ailəsi canlı ola bilməz, canlı ailə ola bilməz. İkisi də bir-birindən asılı anlayışlardır deyə məncə hər ikisi. Hər ikisini seçirəm. Seçirsən. Aynur, son olaraq mənə vermək istədiyiniz sual varmı? Bu spontan oldu. Hər qonaq sual verir. Yox, bunu sadəcə siz çox sual verirsiniz deyə öz podkastlarınızda düşünürəm ki, hansısa bir xüsusi sualınız bəlkə ola bilər ki, siz bütün qonaqlarınıza verirsiniz və yaxud da ki, həmin o formatda verə bilmirsiniz, amma bu formatda verə bilərsiniz, onu istəyirəm eşitdim. O formatda o qədər sərbəstəm ki, hər şeyi verə bilirəm, hər şey, bütün qonaqlarımın hər şeyi danışa bilirəm. Sağ olsunlar, onlar da buna açıq olurlar. Sizə sualım, bunu düşünməliyəm. A few minutes later, orada qoyursan. Yaxşı, məsələn, siz qayıtmısınız da. Məsələn, bu mənim indi maraqlı oldu Azərbaycana. Təbii ki, mən
onda orada yaşayan hamı üçün o qəribçiliyi yaşayan insanlar var. Yəni siz bayaq bunu daha romantik dediniz. Amma məncə bunun ağrılı tərəfləri daha çoxdur. Onda bu o düzdür ki, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Bu o formatdır sizdəki. Bu sualı iki cür cavab verəcəm. Birincisi, mən ömrümün sonunu Azərbaycanda təsəvvür edirəmmi? Bunu heç kim bilmir. Mən bugün də dünyamı dəyişə bilərəm və bu son nə zaman olacaq, onu heç birimiz bilmirik. Biz hərdən o sonu çox uzağa düşünürük və düşünürük ki, bizim həqiqətən sonumuz bayağı bir qocalandan sonra olacaq. Mən elə inanırım deyə, 100 yaşında öləcəm. Mən də qoca nənə olmaq istəyirəm amma təbii ki, bu bir suala cavab olaraq, yəni nə zaman sonumuzun olduğunu bilmədiyimizə görə o prinsiplə yanaşmamışam, ölməyə vətən yaxşı sözündən, amma bunu mən və qərbdə yaşayan, xüsusən də okeanın o tayında, ta da yəni lap uzaqda yaşayan, Amerikada yaşayan Azərbaycanlılar deyə bilər ki, vətənin həsrəti insanın ən həssas nöqtəsi olur. Düzdür, hamı vətənpərvər olurmu orada? Xeyr. Vətənini satan, vətənini istəməyən, vətəninə necə ki, ailəsindən naxələf çıxıb həyatını davam edə bilən mənəviyyata sahib insanlar varsa, bunu da yaşayan və bunu edən insanlar var. Qınayırıq mı? Qınamıram. Amma dəstəkləyirəmmi? Xeyr. Mən ailə faktoru ilə birlikdə xarici ölkəyə köçmüşəm və ailəmlə bir yerdə. Həyat yoldaşım, 2 övladım və bizi ailə dəyərləri orada saxladı. Mənim həyat yoldaşıma dəstək olmaq, həm mənəvi, həm fiziki, həm qadın olaraq, həm deyirsə güclü kişinin arxasında güclü qadın prinsipinə əsaslanaraq, mən düşündüm ki, ailə bütünlüyü xaricdə olsa da belə, harada olsa da birlikdə olmaq deməkdir. Onu dəstəklədim və vətənə dönmə səbəbim də yenə də ailəmdir. Mənim ailəm səbəb olub mənim vətəndən uzaqlaşmağıma və vətənə geri dönməyimə də yenə də ilk anam, daha sonra öz ailəm, övladlarımın sonraki o ailə dəyərlərinə daha bağlı olmalarını istəməyim və bir də ki, öz ailəm deyə biləcəyim pasiyentlərim, iş yoldaşlarım. Xoş gəldiniz. Sağ olun, təşəkkür edirəm. Aynur xanım, təşəkkür edirəm ki, siz də bu Ailə Canlı layihəsinin bir gözəl hissəsi oldunuz. O puzzle-a bir dənə də Aynur xanım əlavə olundu. Düşünürəm ki, yekun olaraq çox gözəl bir mənzərə, ailənin tablosu ortaya çıxmış olacaq. İnşallah bunu ümid edirəm və Azərbaycandan da ilk puzzle-ın siz olmağına çox sevindim. Uğurlu olsun, ayağım inşallah düşər. İnşallah, əminəm ki, düşərli də olacaq. Mən təşəkkür edirəm dəvət üçün, çox sağ olun. Bu puzzle-ın parçası olmaq mənə də xoşdur. Əgər insanlara, izləyənlərə nəsə mesaj verə bildimsə, nəsə onların həyatında bir balaca da işıq ola bildiysə, nə xoş bizə. Nə xoş bizə. Buradan bütün Ailə Canlı həm xanımlarımıza, həm bəylərimizə həyatda ailələrinin daha çox möhkəm olmasını arzu edirəm və ailə hər şeydir demək üçün gec olmasın heç bir vaxt, onu arzu edirəm. Təşəkkür edirəm bizi izlədiyinizə görə. Hələlik sağ olun. Hər kəs bir unikal notdur mahnıda, Ailə Canlı ritmin ortasında.